Bismillah, elhamdülillah və salatu və salam alə Rasulillah və bə'd. Allahın izni ilə e, iki hədislə xatırlatma edəcəm. Bir-birindən fərqli iki hədisdir. Ancaq hər ikisi insanın daxili aləminə, şuuraltısına, nəfsinə xitab etdiyi üçün ard-arda zikr edəcəyəm inşallah. Demək, rəvayət edilir ki, Əbu Hüreyrə radiyallahu anh demişdir. Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Hər bazar ertəsi və cümə axşamı cənnətin qapıları açılır. Başqa bir hədisdə, hər bazar ertəsi və cümə axşamı əməllər Allaha təqdim edilir və Allah Azze və Cəllə küsülü olanlardan başqa ona şərik qoşmayan bütün qullarını bağışlayır. Allah mələklərinə buyurur, barışana qədər onları tərk edin. Barışana qədər onları tərk edin. Yenə Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Bazar ertəsi və cümə axşamı cənnətin qapıları açılır və Allaha heç nəyə şərik qoşmayan hər kəsin günahları bağışlanır. Yalnız mömin qardaşına nifrət bəsləyən kimsədən başqa. Onlar barədə deyilir, bu ikisi öz aralarındakı münasibəti düzəldənədək onların bağışlanmasını yubadın. Və sonda intihar etməyin təhlükəsi haqqında. Cündəb ibn Cunadə radiyallahu anh rəvayət edir ki, Allah elçisi sallallahu aleyhi və səlləm belə buyurdu. Sizdən əvvəl yaşamış insanlar arasında bir nəfər yaralandı. O, ağrıya dözə bilmədiyindən bıçaq götürüb əlini kəsdi və çoxlu qan itirib öldü. Uca Allah buyurdu, qulum canına qəsd etməklə məni qabaqlamaq istədi. Mən də ona cənnəti haram etdim. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.